Uzun müddət idi ki, Azərbaycanlılar bahalıqdan, ölkədə olan ədalətsizlikdən, işsizlikdən, müxtəlif dövlət idarələrindəki qanunsuzluqdan, özbaşınalıqdan şikayətlənirdi. Və bir qism ağıllı Azərbaycanlı bunun baiskarı, səbəbkarı kimi müxalifəti göstərirdi. Bildiyiniz kimi dövlətimizin çox vətəndaşların sözünə diqqətlə qulaq asan rəhbəri var. O da həmin şikayətləri dinləyib Əli Kərimli göndərdi həbsə. Artıq bugündən Əli Kərimli barəsində həbs qəti imkan tədbiri seçilib. 3 gündür də ümumiyyətlə bütün fəaliyyətindən məhrum edilib. Bilirsiniz ki, İlham Əliyevin düşmənçiliyi ilə, müxalifəti əzməklə, tənqidçiləri sıxışdırmaqla arası yoxdur. Qətiyyən belə qiymətləndirmiyor. Əli Kərimlinin həbsi sadəcə o vətəndaşlarımızın harayına dövlətin cavabı idi. Sualım başqadır ki, öz müşahidələriniz əsasında mənə deyərdiniz. Bu 3 gündə vətəndaşlarımızın yuxusu, iştahı, fiziki və mənəvi, eləcə də alış-veriş imkanları genişlənib, yaxşıya doğru dəyişib, yoxsa yox? Dəyişibsə, xahiş eləyirəm, haray qaldıraq hamımız İlham Əliyevə, vətəndaşın səsin diqqətlə eşidən, qayğı ilə yanaşan rəhbərinə üst tutaq ki, mümkünsə Əli Kərimlinin həbsdəki ömrünü bir neçə 10 il uzatsın və beləcə bizim xalqımız rahat nəfəs alsın. Yox, heç bir şey dəyişməyibsə və yaxud da mənfiyə dəyişibsə, onda yenə də haray qaldıraq ki, alınmadı İlham Əliyev, alınmadı. Biz başqa bəhanə və yaxud da səbəb üzərində düşünməyə başlayaq ki, necə bir günə çıxaq.